Planeti kəşf edək. Planeti kəşf etmək bizim ən sevdiyimiz işdir. Ona görə də Baku Elektro Show'nun ikinci saatı demək ki, tam olaraq bu məsələyə həsr edirik və bu rubrikanın ənənəvi olaraq qonaqları da olur. Hansılar ki, fərqli ölkələrdən bizə maraqlı təəssüratlar gətirirlər. Oranın əgər xüsusilə orada sadəcə olaraq 3 gün, 5 gün gəzib dolaşıb bir turist yox, həm də yaşayırlarsa müəyyən səbəblərdən bu təbii ki, daha da maraqlıdır. Çünki oranı daha dərin öyrənirlər və bu gün də anons etdiyimiz kimi studiyamızın qonağı bizə Estoniyada haqqında danışacaq. Çünki orada fəaliyyət göstərən FC Qarabağ Tallinn komandasının idman direktoru və baş məşqçisidir Elnur bəy Vəliyevdir. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Xoş gəlmisiniz Elnur bəy. Elnur bəy sizə deyiblər, siz Cristiano Ronaldo'ya bənziyirsiniz. Sanki mənim qarşımda Ronaldo oturub. Bayaqdan deyir ki, rəfiqə onu deyəcəm. Yo, bayaqdan baxıram kiməsə oxşur, kiməsə. Aha, Ronaldo. Ronaldo bilsəydi ki, mən ona oxşayıram, ola bilsin Azərbaycan yığmasına o qədər gol vurmazdı. Düzdür. Bu arada deyim ki, Xəylənin ən çox sevdiyi futbolçular arasında top 1-dir də. Ona görə də elə ən çox onu tanıyır deyə. Daha çox belə dedim, mən onu futbolçularla daha çox belə dedim, o media, celebrity. Çünki hər gün ondan nəsə eşidirik, elə yeni bir xəbər, bilmirəm eşitdiniz yoxsa yox, futbolçular arasında artıq ilk milyarder oldu. Bəli. Sağ əli sizin başınıza. Eşitdiniz deyən bunu bilməyən var ki, buna nəinki futbolçular. Səhər çatdırdığını düşün, birdən bəlkə bilmir. Estoniya haqqında danışaq, çıxaq Ronaldo mövzusundan. Avropanın ən kiçik ölkələrindən biridir və necə oldunuz ki, məhz ora getdiniz, orada yaşayırsınız? Bizə əvvəlcə ümumi məlumat verək. Əvvəlcə danışım sizə, mən Ukraynanın Kiyev şəhərində yaşayırdım. Orada çalışırdım. Ukraynanın Şaxtyor Akademiyasında çalışmışam, Ruh Akademiyasında çalışmışam və 22 Ruh Akademiyası? Bəli, Lvovda. Yəni Ruh bu Ukrayna. Yəni Ruh bəli. Onların sözüdür, yəni. Onların sözüdür. Yəni bizim dildə o Ruh deyil. Yəni o yox. Ruh belə desəydə, yəni istiqamət, divizyon, belə və 22-ci ildə müharibə başlayarkən mən öz uşaqlarımla kimə məşq keçirdim, baş məşqçilik edirdim. Biz Polşaya köçdük. Müvəqqəti olaraq Polşada yaşayırdıq və elə belə artıq avqustun axırları qərar verildi ki, biz təzədən qayıdaq Ukraynaya. Lakin mən qayıdandan sonra qərar verdim ki, mən Ukraynada qalmaq istəmirəm də. Yəni bu müharibə ilə əlaqədar hər dəfə, yəni keçmişəm də mən bunu ki, uşaqlarla hər dəfə padvala düşüb qalxmaq çox əsəb keçirirsən sən. Və elə oldu ki, mənim soydaşım Estoniya şəhərində elə bil Narva şəhəri var. O Rusiya ilə sərhəddədir və ona yaxın bir Yıxvi şəhəri var idi. Və onunla əlaqə saxlayarkən dedim ki, bəs mən istəyirəm ki, başqa bir ölkədə fəaliyyətimi davam etdirim. Dedi ki, belə bir təklif var, bizim komanda məşqçi lazımdır. O da komanda sahibidir. Bəli, komanda sahibi yox, komandadan çalışır. Bəli, baş məşqçi, elə bil bütün komandaların baş məşqçisi idi və mənə dəvət elədi. Dedi ki, mən komandanın ən prezidenti ilə, direktoru ilə danışaram, sənin CV-ni də göndərərik və hardasa bir 10 gün ərzində mənə cavab gəldi ki, biz səni gözləyirik və belə də mən Estoniya... Söhbət elə bu komandadan gedir. İndiki komanda yox. Hələ bəli, ayrıca bir komanda idi. 2008-2010 təvəllüdlü uşaqlar idi. İki komanda verilmişdir mənə. Yəni sırf Tallinnə köçməmişdim. Mən ətrafa köçmüşdüm. Və sonra elə oldu ki, mənim həmçinin də Estoniyada Tallində iş adamı mənim sinif yoldaşımdır. Şaurma kababın rəhbərlərindən biri olan sinif yoldaşım. Nəsə hələ ki idmana gəlməmiş. Yəni elə də oldu ki, sevdiyimiz mövzularda yemək falan. O da elə oldu ki, orada bir futsal komandası var idi. Və həmin bu komandaya daim dəstək olurdu maddi cəhətdən. Sponsor kimi. Bəli, Yüngül var idi. O vaxtı hələ Yüngül idi. Dəstək sonra elə oldu ki, komanda müraciət elədi ki, bizim vəziyyətimiz ağırdır, imkan varsa dəstək olun. Və elə oldu ki, mənə zəng elədi ki, Elnur, bəs mən bu komandanı özümə götürürəm, mənə öz məşqçimiz lazımdır. Ki, komandada məşqçi olsun, öz adamımız olsun. Və elə oldu, mən köçdüm Tallinnə.
Yəni və bu komandaya bizim üzr istəyirəm, həm yerlimiz dəstək ondan sonra adı sonra oldu FC Qarabağ. Bəli, biz qərar verdik ki, bir şərtlə biz bu komandanı özümüzə götürürük ki, komandanın adını dəyişək. Gözəl. Ya da pul bizdən gəlirsə niyə də adımız olmasın? Həm də soruşdular ki, niyə Qarabağ? Dedi ki, Qarabağ artıq Avropada öz sözünü deyən bir komanda idi. Dəfələrlə də, yəni neçə dəfə Avroliqasında iştirak eləyib. O vaxt hələ bir dəfə də Çempionlar Liqasının qrup mərhələsində çıxış eləyib və qərar verdi ki, komanda həm də bir tərəfdən də orada yaşayan azərbaycanlıları cəlb eləyək komandaya. Həm dəstək olsunlar, həm də cavan uşaqlar da gəlsinlər, məşq eləsinlər və bəlkə də nə vaxtsa Azərbaycandan təklif gələr, bu uşaqlara biz yaxşı bir motivasiyadır. Özü də indiki nəsil ümumiyyətlə indi fikir verirsiniz, son illər doğrudan gənclərimizin futbola marağı çoxdur. Bu özürsən bu futboldur, futzaldır yoxsa? Futzaldır. Məhz futzaldır. Aha, okey. Amma bu il biz həm mini futbol üzrə orada da özünüzü sanayırsınız. Bəli, bu format 5+1-dir. Bu yay Azərbaycanda burada Bakıda dünya çempionatı keçilir və bizim yığmamız çempion olub. Sevindirici bir haldır. Çox gözəl bir ilk dəfə idi də mən belə hadisə. Bəli, Bakıda keçilib. Ondan qabaq da Avropa çempionu olmuşuq biz. Və biz fikirləşdik ki, paralel olaraq komandanın da hardasa başqa bir yerdə də iştirak olsun və qərar verdik ki, mini futbol da. Mini futbol həm də biraz daha geniş dünyada populyar yayılıb da, yəni bəli. Böyük potensial son zamanda, nəinki futsal, bəli. Uğurlar sizə arzu edirik. İndi keçək İtaliyanın özünə. Elnur bəy, belə deyək də bu tam qopmaq da istəmirəm idman mövzusundan. Çünki Estoniyada, Tallinndə bəs onlarda hansı idman növü daha populyardır? Bir onda ən çox estonlar hansı idmana baxırlar, izləyirlər, gəlirlər? Yəni futbola da çox maraqları var. Sadəcə, yəni bu son zamanda da biz görürük ki, futbola daha çox maraq artıb, həm dəstək də var. Təəssüflər olsun ki, bizim yığmamız Estoniya komandasına məğlub olub. Yəni bu belə bir növ inkişafdan danışır. Çünki dəfələrlə bizim yığmamız Estoniya qalib gəlib. Amma belə idman növü götürsək, bunlar həm xokkeydə oynayırlar, həm belə bu Avropanın şimalında çox populyardır. Bəli, qış idman növlərində daha çox populyarlıq qazanır. Okey, indi keçək artıq onun gözəlliyinə, şəhərin gözəlliyinə, ölkənin özəlliyinə və məsələn Estoniya elə bayaq da Valid vurğuladı ki, Avropanın ən kiçik ölkələrindən biridir. Məsələn, ölkə ərazisinin 50%-dən çoxu meşələrlə əhatə olunub, belə deyirlər. Bəs siz bura nə əlavə edərdiniz? Məsələn, Estoniya nə ilə fərqlənir? Hansı özəllikləri var, üstünlükləri var? Məsələn, təbiətin, məsələn, ora gedəcək indi sizin kimi yaşamaq yox, belə sadəcə gəzməyə gedirəm. Oranın hansı görməli yerləri var təbiət baxımından? Yəni təbiəti çox gözəldir, həddindən artıq və orada yay vaxtı da çox gözəl meşəlilər var, yaşıllığı, yəni insan orada özünü çox sərbəst və rahat hiss edir. Yəni onun qoxusu da başqa cürdür. Belə Tallinnə gəlsək, Tallinn qədim bir paytaxtdır, şəhərdir və orada hər bir turist gəzərkən, yəni mən özüm də izləyirəm nə qədər turistlər gəlir. Hamısı yəni bir-bir bütün küçələri gəzir orada, şəkil çəkir. Çünki çox qədim, elə koloritli bir yerdir, bəli. Və özünü elə bil qədimə qayıdırsan və istəyirsən ki, doğrudan bir çox kinolar hətta Sovet vaxtında belə qədim misal üçün Avropanı göstərmək üçün Tallinndə çəkilirdi. Çünki Tallinn o unikal arxitekturanı, o havanı saxlayıb. Yəni indiyənə qədər də saxlayıb. Yəni bunlar get-gedə inkişaf eləyir və ümumi Estoniya çox belə deyək də irəlidə bir ölkələrdən biridir, Avropaların bir ölkələrindən biri. Çünki onlar biz tanıdığımız Skybolt, yəni orada açılıb. Çox məşhur bir, dünyaca məşhur tətbiqlər var ki, sizin sözünüzə qüvvət ki, onlar bu startup olaraq Estoniyada başlamışdı. Naviqasiya sistemləri, taksi proqramları var ki, bugün bütün dünya istifadə edir. Bir çoxları da hərdən bilirsən ki, narazıdırlar da, yəni amma bilin ki, Estoniya kimi balaca bir, nə bilim, bəlkə də bizə baxanda qat-qat balaca bir ölkədir. Yəni onun əhalisi ümumi Estoniyaya götürsək 1.300.000-dən biraz çoxdur. Bakıdan balacadır. Bakıdan da balacadır, bəli. Yəni ölkə baxımdan çox balaca ölkədir, amma özünü sən orada daha rahat hiss eləyirsən, sakitçilikdir. Yəni orada
hər şeydə onlayndır. Yəni istəsən də səs verməyi də, yəni evdə oturarkən onlayn verə biləsən. Hətta biznes açmaq istəsən, yəni heç yerə getmədən onlayn oturub nə mənim yerimdir, tənbəl adamlar. Ümumiyyətlə bəli, Estoniya üçün belə deyirlər ki, rəqəmsal baxmayaraq ki, kiçik ölkədir, amma rəqəmsal ölkədir və bu hər bir nöqtəsində bunu biruzə verir. Yəni hər şey, yəni çox insanlar üçün çox rahat bir şəkildə qruplar eləyiblər. Yəni məsəl üçün mən hansısa bir işi görmək üçün ehtiyac yoxdur nə banka getməyinə, bir yəni onlayn ya telefon vasitəsilə ya notebook vasitəsilə girib hər şey eləmək olar. Asandırmı bu proseslər orada? Çox asan. Niyə görə mən bunu deyirəm? Çünki məsələn Avropanın adlı sanlı Paris və digər adlı çıxarmış şəhərlər və ölkələrin yerləri bizə haqqında danışıblar. Elə tanışlarımız da, blogerlər də, səyahət-sevərlər deyir ki, bir çox məsələlər kənardan bu PR olunmuş şəhərlərdir. Böyük turistik axın dəhşət dərəcədə dediyiniz o şeydən fərqli olaraq orada ajotaj daim olaraq hara gəlirsən basa-bas oradan turist bura. Amma sırf yaşamaq üçün deyir, orada elə bürokratik əngəllər var ki, bir prosesi eləmək üçün nə qədər səni uzadırlar, nə qədər səni incidirlər, nə qədər vaxt uzanır. Sənət sünnət. Amma indi siz deyirsiniz, baxmayaraq ki, yəni deməli həyat üçün, yəni sırf yaşamaq üçün əslində Avropanın o PR olunmuş böyük megapolisləri var. Onlar rahat deyil əslində. Onlar gəzmək üçün. Gedirsən Florensiyada şəkil çəkdirirsən, gedirsən Parisdə Eiffel Kuləsində kruasan yeyirsən. Amma o da adamına baxır. Adamına baxır. Adam var. Əlbəttə. Yəni huzurlu, sakitçilik insanlar var ki, məsəl üçün gəliblər, gəziblər, ünsiyyət də qurmuşuq. Soydaşlarımız deyir ki, yox, Tallinn mənim üçün düz gəlmir nə barədə, yəni burada qalası deyilib. Çünki həddindən artıq çox sakit bir yer. Darıxdırıcı bir yer gəlir. Yəni mən bu nədən irəli gəlir yeri gəlmişkən? Estonların xasiyyətindən yoxsa burada da bir çox şəhərlərdə olduğu kimi çoxsu yəni stereotipdir. Yəni bu dəyişilib. Yəni estonlar sakitliyi sevən insanlardır. Yəni həm də lətifələrdə danışırdılar onlar. Güya yavaşdılar, danışanda belə aramla danışırlar. Yəni belə özünüz də bir yaxşı qeyd elədiniz. Əgər belə sakit bir şey, yəni belə olsaydı, yəni çox texnologiyalarla məşhur olmazdı. Yəni o çox bir iş. Yəni mən özümü götürsəm, yəni mənə nəsə lazımdırsa, mən bunu onlayn şəkildə növbəyə durdumsa, gəldimsə, həmin bu vaxtda əgər mən fiziki cəhətdən, yəni gəlib orada iştirak eləməliyəmsə, yəni rahat gəldim, öz sənətimi qol çəkdim, sənətimi götürdüm, çıxdım, getdim. Yəni adi bir şey. Deyirlər ki, mən texnologiyadan maraqlanıram. Deyirlər ki, bütün bu günə kimi nə kəşf olunubsa texnologiyalar, hamısı insanın tənbəlliyi üzündən olub. Yəni məsələn, adam özüm ərinib televizora qalxıb düyməsini sıxmağa pult icad edib, kompüter icad edib ki, harasa yazmaq lazımdırsa, buradan yazsın, kağızı çıxarıb o əlinə. Yəni bütün yaxşı mənada ona görə texnologiyanı inkişaf edən insanın işini asanlaşdırır. Bəlkə də elə ola bilər. Estonlar biraz xoşlanırlar. Sakit aramla taksini durub küçədə gözləmək falan deyir ki, fikirləşirim, tədbiq və daha sonra. Amma indi bu zarafat təbii ki, bir tərəfdən zarafatdır. Estonların potensialından danışır ki, onlar nə dərəcədə bacarıqlı və biliklidirlər. Bəs Elnur bəy, iş imkanları necə? İş tapmaq çətindirmi və yaxud da hansı sahə Estoniyada daha tələbatdadır, daha çox inkişaf edir? Məsələn, siz özünüz əgər bu sahədə çalışmasaydınız, indiki məsələn işlə məşğul olmasaydınız, özünüzü orada hansı sahədə görərdiniz? Mənim fikrimcə, yəqin ki, mən marketoloq üzrə çalışardım. Çünki mən burada vaxtilə marketoloq işləmişəm. Vaxtilə Bank Standart bankımız vardı. Orada da mən marketoloq çalışmışam. Marketinq sahəsi sizə maraqlıdır. Marketinq, reklam sahəsində mən çalışardım. Yəni əsas IT ilə məşhurdur və bizim nə qədər tələbə soydaşlarımız gəlir, hamısı da elə IT-də oxuyur ki, öyrənir. Yəni elə də tanışlar var. Harda? Orada Tallinn özündə IT üzrə oxuyurlar bizimkilər. Bəli, işləyirlər, həm də işləyirlər. Yəni belə tanışlar da var. Məsəl üçün Bakıda çalışırlar, onlayn çalışırlar. Tallinn'də otura-otura burada çalışırlar. Elə də tanışlarım var. Sağ ol. Yəni halaldır. Düzdür. Yəni halaldır. Yəni 2 yerdən maaş almaq, Tallinn'də oturmaq, burada maaş almaq. Yəni elə insanlar da var, sağ olsunlar. Yəni çalışırlar. Yəni həm Estoniya üçün də bir nəsə eləyirlər, həm də bacarana can qurban. Yəni iki ölkədən məvacib almağın başqa şirinliyi var. Yəni öz ağıllarını edirlər bunu. Ağılla eləyib, yəni bacarırsa
qalır əl sıxmağa. Aha. Onsuz da xatırlayırsansa bir çox məsəl üçün elə bizim qonaqlarımız olan və bir çox məşhur var ki, bilir ki, məsələn biz köçürük Baliyə falan. Niyə görə köçür? Adam soruşur ki, qardaş sən orada nə yaşayacaqsan? Balıq tutacaqsan. Deyir, yox, mən IT-yəm. Oturacağam buradan. Online sistem, bəli. Yəni estonların özü nə qədər hamısı online işləyir. Çoxsu online işləyir. Yəni sən baxırsan yolla geyirsən, günorta saat 3-dür, tıxacdır. Fikirləşirsən, bunlar işləmirlər bir yan. Yəni iş vaxtı 5-əcəndir. Ofisdə olmalıdır bu dəqiqə. Ofisdə olmalı. Yox, çoxsu online işdir. Online işlədim. Görürsən ki, yəni hər dəqiqədə bir, yəni paylaşım deyirlər ki, yəni biz evdəyik, evdən çalışırıq. Yəni sağlığına qismət, yəni hamı da qıraqda, Tallindən biraz qıraqda yaşayırlar. Yəni orada da çoxsu həyət evlərdir, özəl evlərdir. Orada yaşayırlar. O da bir pullandı, hamısı bir pulla. Məsələn, mən keçən bu yaxınları belə bir məqalə rastıma çıxdı. Ümumiyyətlə hansısa bir konsalting şirkəti idi. Elə Estoniya məni maraqlandırırdı. Orada bu keçənlik siyahıdır bu arada. Estoniyada yaşamaq üçün, yəni normal, komfortlu yaşamaq üçün aya 1600-2000 avro bəs edər. Yəni siz nə düşünürsünüz? Yəni orada yaşayan biri kimi. Təxmini belə olar. Yəni bir neçə vaxt bundan öncə mən Ukraynaya bir proyekt var YouTube-da. DJT, yəni harda yaşamaq, yəni ola bilsin, yəni sizə də bir uyğun bir veriliş idi. Orada da mənə elə bir sual verdilər ki, təxmini nə qədər? Yəni özü biraz belə rahat hiss eləmək üçün 1500-2000 arası avro kifayət edər. Tək adam üçün. Yoxsa 2 nəfərə, 3 nəfərə, bəli, bəs edir. Yəni doğrudan, yəni Balidə istirahət eləmək istəyirsənsə artıq başqa bir. Yəni bu pulu deyəndə məsəl üçün ən əsası adamın yaşama məsələsi, yəni orada kirayə qalırsınız, düzdür? Hər halda yəqin ki indi eviniz hələ yoxdur, inşallah olar. İnşallah. Kirayədə, yəni kirayə pulları necə? Orada ümumiyyətlə Avropada bahadır çünki. İndi Valid dedi kirayə, məsələn, bəzən bizdə bir balaca kirayə deyəndə, düzdür, indi artıq o başqa bir stereotiplərdə, amma kirayə deyəndə bir balaca pis olurdu, amma əcnəbi ölkələrdə, xaricdə, yəni sən bunu ömür boyu da kirayə yaşaya bilərsən. Belə bu normaldır. Yəni elə insanlar var ki, yəni mən tanıdığım insanlar xeyli vaxt qalırlar, məsəl üçün Estoniyada, yəni onlar kirayə qalırlar. Deyir ki, mənə yəni bu qane eləyir. Orada da belədir. Yəni sizdə də Estoniyada da yəni qane edir, kifayət edir. Yəni elə insanlar da var, yəni tanışlar da var, Azərbaycanlı uşaqlar da var. Yəni bunlar xeyli neçə müddət yaşayırlar Estoniyada. Evlər də alıblar, yaşayırlar. Yəni doğrudan evlər bahalıdır orada. Həm almaq məsələsində. Mənzil, 2 otaqlı mənzil neçədir orada məsəl üçün? Tallində. 2 otaqlı mənzil 110-120 avro. 1000 avro. Bəs kirayə nə qədərdir? Kirayə 450 avro, bir otaqlı 500 avro, 2 otaqlı da hardasa bir 600-650 normal yer, yəni yeri normal olaraq da, yəni normal yerdə. Nəyə görə soruşdum? Çünki bizdə də yetərli qədər həm yerlərimiz, tələbələrimiz Estoniyada, Tallinnin özündə deməli təhsil alırlar. Çünki bildiyim qədər siz təsdiqləyirsiniz, daha yaxşı bilərsiniz. Tallinn ümumiyyətlə universitetləri dünyaca 5 ən yaxşı universitetlər arasındadır. Bu belədirmi? Sizdən soruşmaq istəyirdim. Həm də onların Tartu Universiteti var. Tartu, bəli. Aha, əsas elə onu soruşacağam. Qədim universiteti 1632-ci ildə açılıb, səhv eləmirəmsə, və nə qədər bizim tələbə soydaşlarımız var, orada oxuyurlar. Təbii ki, ödənişli şəkildə oxuyurlar da, yoxsa var elə? Yəni mən eşitməmişəm ki, ödənişsiz ya ödənişli olub, yəni onu deyə bilmərəm, amma yəni mən bizdə Facebookda da bir qrup var, Azərbaycanlı tələbələr Estoniyada, və hər dəfə də paylaşım edirlər ki, biz bu il qəbul olmuşuq, yəni məsləhət görün, nə etmək olar, nə eləmək olmaz. Yəni Tartu özü bir şəhər kimi universitet tələbə şəhərçiliyi kimi gedir. Yəni elə də tanınır. Yəni o Tallindən də balacadır yəni. Biraz balacadır, bəli. Biraz balacadır. Tallindən təxmini 1 saat 40 dəqiqə, 50 dəqiqə məsafədədir. Həm də sonra bir yay
şəhərçiliyi də adlandırılır. Pernu şəhəri var. Yəni o dənizin qırağındadır. Məşhur şəhərlərdən. Bəli, bütün Estoniya yay vaxtı ordadır. Dəniz qırağında. Hansı dənizdir? Baltikdir. Baltik dənizi. Təbii ki, Baltik yanı dövlətlərdəndir. Bu arada Baltik yanı dövlətlərin bu məşhur da Litva, Latviya və Estoniya. Bunların gəzmə imkanınız olubmu? Bəli. Yəni niyə görə deyirəm? Müqayisə etmək. Estoniyaya baxmayaraq ki, yaxın bir çoxları onları eyni ölkə az qala bilirlər, eyni tipli ölkələr. Fərqlidirmi bu ölkələr? Estoniyanın bir fərqliyi varmı? Əlbəttə fərqlidir. Yəni Riga özü ilə məhsul belə geniş ölkədir. Yəni şəhərdir. Həm də Estoniya bu üç ölkənin ən kiçiyidir. Yəni və fərqi nədir onlardan? Bu nə özünüz üçün hansı fərq gördünüz? Yəni əsas fərq odur ki, çox sakitdir ölkə. Yəni Riganı da götürsə, Vilnius'u da götürsə, yəni orada ən əcnəbi turistlərin axımı çoxdur, yəni gəzməyə. Yəni orada belə deyək də turistlərin daha çox gəlib gəldiyi ölkələrdən. Bəli. Amma son zamanlarda, yəni bu 2 il ərzində, bu il bir də keçən il mən xeyli sayda Vyetnamdan, Taylanddan gələn turistləri görmüşəm. Ayaq açıblar. Bu arada vizamız varmı Estoniyanın? Mənim oturumum var orada. Bir Ukraynalı kimi. Mən vətəndaş deyiləm, mən Azərbaycan vətəndaşıyam. Sadəcə mənim Ukraynada belə deyək də ömürlük oturumum var. Ona görə onunla da əlaqədar olaraq mənə oturum verildi. Ukrayna ilə yəqin xüsusi bir razılaşma var. Okey. Razılaşma bu müharibə ilə qeyd edilib. Dəstək kimi Ukraynalılara. Bəs Azərbaycanlılara indi hamı sizin kimi Ukraynada oturumu yoxdur? Oturum yoxdur. Sadəcə onlar ya iş vizası ilə gəlirlər ora, ya da yenə də tələbəlik vizası ilə. Yəni bu Schengen vizası sayılmır. Schengen vizası sayılır. Schengen vizası. Onda okey. Yəni Schengen zonadır. Yəni bizə rahat, yəni biz bütün ölkələri rahat gəzə bilirik. Yəni viza deyilən bir şey yoxdur. Amma yenə də sənin Schengen vizan olsa, Schengen varsa heç də sən bir çox ölkələri gəzirsən. Baş sponsorumuz Baku Electronics ilə Bakının özündə çox yaxşı endirimlər təklif edir və hal-hazırda nağd alışda faiz endirimlərdə 50%-ədək qiymət düşməsi müşahidə olunur və siz də gedib baxa bilərsiniz. Bəlkə də elə sizin almaq istədiyiniz məhsulun bu dəqiqə qiyməti elə düşüb ki, necə dedilər, elə təkrarçılıq olmasın, düşmədi sizin üçün. Eləcə də deyim ki, bu nağd qiyməti belə bölmə imkanı var. Bu 24 aylıq da mümkündür, məhsuldan asılıdır. Ona görə də faydalanın. Ətraflı məlumat lazım olarsa 143-ə zəng edə bilərsiniz və ya bakuelektronics.az. Baku Elektrosəhər şousunun xüsusi sponsoru Bravo Supermarketlə şəbəkəsi hal-hazırda lotereya var və siz də qoşula bilərsiniz. Hər qurtumda şans lotereyasına iştirak etmək üçün isə Bravo marketlərinə alış-veriş zamanı səbətinizdə ən azı 1 manatlıq badamlı məhsul olmalıdır. Bunun üçün kassada təqdim edilən qəbzdəki QR kodu oxudun, qeydiyyatdan keçin və möhtəşəm hədiyyələr sizin ola bilər. Bir ədəd Çangan A05 avtomobilindən gedir, skuter var. O hədiyyələr arasında 10 ədəd Toba velosiped var. Və verişimizin sponsoru Bank of Baku'dur. Bank of Baku'dan da sizə bir faydalı məlumat odur ki, təcili pul lazımdırsa narahat olmağa ehtiyac yoxdur. Çünki Bolkart kredit kartında 30.000 manata kimi limit var. Balansınızı 100% nağdlaşdırın, 60 günədəki faizsiz ödəyə bilərsiniz. Ətraflı məlumat lazım olarsa 145-ə zəng edin. Onu da qeyd edim ki, Bolkart Bank of Baku asıcıya məxsusdur və Bank of Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Səhərin pozitiv porsiyası. Baku Elektroshow. Dünya Göz Xəstəxanasından əla fürsət. 60 yaş üstü pasiyentlərimizə göz müayinəsi cəmi 50 azayın. Əlavə aparat müayinələrinə isə 50% endirim imkanı. Qəbul üçün Ulduz 4469. Klinika İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Planet FM-də reklam. Endirimin rəngini bilirsən, axtarışa gərəyi yoxdur. Yaxşı xəbər odur ki, bu payız endirimin rəngi Baku Electronics'dədir. Oktyabrın 6-sından 19-na dək nağd alışda 50%-ədək endirim. Üstəlik endirimli qiyməti də 24 ayədək bölmə şansı var. Tələs, təklifin rəngini seç. Ətraflı məlumat üçün bakuelektronics.az və ya 143.
Bravoda 15 oktyabr tarixinədək super manat günləri. 1 kiloqram mərcan təzə toyuq döşəti 8 manat. 1 kiloqram Belaruskaya kərə yağı 15 manat. Super qiymət super qənaət üçün. Doğru seçim. Tip sahəsində çalışırsınız? Bankov Bakuda sizə özəl komissiyasız kredit var. İndi tip işçiləri 50.000 manata dək nağd pul kreditini Bankov Bakudan 0% komissiya ilə əldə edə bilər. Ətraflı 145. Bankov Baku. Bankov Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Range Rover almağın tam vaxtıdır. İndi Range Rover Velar, Range Rover Evoque və Range Rover Sport modellərini 20% ilkin ödəniş, illik 10%-dən başlayan faiz dərəcəsi və 5 ilə qədər kredit imkanı ilə əldə edə bilərsiniz. Üstəlik 5 il və ya 150.000 kilometr zəmanətdə təqdim olunur. Ünvan Zaur Nudur Əliyev küçəsi 8, əlaqə 983, rəsmi nümayəndə Avtolux Azərbaycan. Divarlardan bək tutur, ondan qopmaq olmur. Təmirdə əldən tutur, Seramax'dan qopmaq olmur. Yapışma gücü deyil sürpriz. Qarışdır, qarışdır elə mix. Mr. Fix'də yoxdur risk. Mr. Fix'də yoxdur risk. Yapışma gücü deyil sürpriz. Qarışdır, qarışdır elə mix. Mr. Fix'də yoxdur risk. Mr. Fix'də yoxdur risk. Mr. Fix. Doğru seçim, doğru nəticə. Planet FM-də reklam yerləşdirmək üçün 012 311 30 11. Baku Elektroshow Xəyalə və Validin təqdimatında. Baku Elektroshow. Planeti kəşf etməyə davam. Davam edirik Baku Elektrosəhər şousu, planeti kəşf edirik və bugün qonağımız Estoniyada özü yaşayır. Artıq neçə ildir Elnur bəy? 3 il. 3 ildir Elnur Vəliyev də bizim qonağımız. Yaşayıb və fəaliyyət göstərən idman direktoru, baş məşqçi komandasından birazdan danışarıq. Eyni zamanda Estoniyanın da 3 il ərzində yəqin ki, yetəri qədər o dilləri falan yerdə qışı görmüsən, yayı görmüsən. Yəni siz artıq tam sıkılları bir neçə dəfə görmüsünüz. Müəyyən qədər nəticə çıxara bilərsinizsə bizə deyə bilərsiniz ki, Azərbaycana ora gedən insan üçün nə dərəcədə komfortludur hava? Çox belə bir çox kəskin fərqlənirmi məsələn Azərbaycandan? Əlbəttə, kəskin fərqlənir. Yəni qışı da sərtdir. Yəni hal-hazırda müsbət 6-7 dərəcə olur, 8 dərəcədir. Yəni oktyabrın 9-unda artıq müsbət neçə? 8-9. Yəni. Bu bir Azərbaycanın qış havasıdır. Artıq işidim. Bizim üçün qış havasıdır. Biz komanda ilə sentyabrın 28-dən 29-una keçən gecə ilə biz səhər-səhər gəldik Tallinnə. İstanbuldan artıq samolyota gedərkən orada yazılmışdı ki 0 dərəcədir Tallində. Yəni biz eniş edəndə artıq 6-7 dərəcə oldu. Və saat 12-də 11 dərəcə oldu. Və getdikcə bax indi dekabrda hava necə olur orada? Misal üçün elə qışın oğlan çağında, yanvarda, fevralda. Yəni yanvar, fevralda hardasa mənfi 18-20 də olur. Yəni belə elə olur ki, keçən qış dekabr ayında əvvəlcə noyabrın doğrusu axırında qar yağdı. Biz də fikirləşirdik ki, yəni indi dekabrda da yeni il qabağı da bir qar olacaq. Olmadı. Yəni yağışlı hava oldu, amma yanvar, fevral biraz sərt. Hər halda qışda bu yeni il abu havası yaşanır da qar yağanda falan. Əlbəttə yəni olur. Sadəcə bu il biraz belə deyək də bunların 23 dekabr, 25 dekabracan bunlar Milad bayramı. Milad bayramıdır. Yolka qruplar 25-dən sonra hamısını yığışdırıb. Onlarda daha çox milad qeyd olunur. Yeni ilin özü yeni ili qəbul eləmirlər. Yəni bu son zamanda bu dünyada baş verən hadisələrlə bağlı bunlar deyirlər ki, yeni il bizlik deyil. Sovet İttifaqı fikirləşib ona görə. Bəli. Bəli. Bir çox yerlərdə bax bayramlarla bağlı bunun belə siyasiləşdirmə var. Müşahidə olunur və bəzən bu ifrata varır da insanları məsələn yolkanı az qala hamı indi Sovet şey kimi qəbul edir. Bizdə də elə insanlar var. Amma yəni hər halda onların adətidir. Əsas içimizdə olan bayram abu havası olsun. Biz məsəl üçün yolkanı martda çökürük. Elnur bəy, nə soruşacaqdım sizdən? Bax bir daha qeyd edim ki, sizi doğrudan da Ronaldoya bənzədirəm və baxıram bayaqdan doğrudan da
elə bir ki, Azərbaycan versiyası da. Ronaldo özünə baxır, onun xüsusi pəhrizi var. Ümumiyyətlə bir çox futbolçuların elə bizdə də yəni istər götürək bütün komandaların onların xüsusi yəqin ki bir pəhrizi var. Sizin özünüzün bir rejiminiz varmı və yaxud da komandanızda olan iştirakçıların? Bax siz bayaqdan danışırsınız, hava belə qar yağdı. Bizdə məsələn hava soyuyan kimi başlayırlar bir-birinə dostlar. Gedək xəngələ, gedə düşbələ havasıdır. Sizdə yəqin ki xəngəl var. Xəmir yox, yəni ümumiyyətlə özünüzü belə deyək də artıq qoruyursunuz da hansı yeməklərə yox demisiniz. Bir tabu varmı? Yoxsa nə gəldi yeyirsiniz? Yox, sözün açığı mən tabu eləmirəm. Çünki mən özüm də məşq eləyirəm, məşq keçirəm, yəni paralel olaraq, yəni o mənə maneçilik törətmir. Yəni hava soyusa öz dost tanış yəni Azərbaycan restoranı var, Armud restoranı. Yəni onlar da həmçinin bizə dəstək olurlar. Yəni biz gəlib orada da rahat oturub xəngəlimizi yeyə bilərik. Səhər məşq, axşam xəngəl. Pəhriz yoxdur sizdə. Yəni komandanın üzlərinizdə. Yox, yəni hər kəs özü üçün pəhriz saxlayır, əlbəttə saxlayır. Yəni bunu olmaz, onu olmaz, yəni əlbəttə. Yəni bu məsəl üçün mən neçə ildir qazlı suya yox demişəm. Yəni mən onu şirin içkilərə, bəli, şirin içkilərə belə, yəni kompot olsun, hansısa bir adi bəli, ad çəkmədən, bəli. Yəni mən içə bilərəm də. Amma məsəl üçün həm də elə olur ki, mən çörək yemirəm. Lavaş yeyə bilərəm, amma çörək yemirəm. Deməli lavaş indi elə yerinə düşmüşkən daha yəni yaxşıdır. Yəni çörəyə nisbətən pəhriz saxlayan insanlar. Özümə verdiyim təsəlli. Lavaş kökəltmir adamı. Özə bilirsən marketdə mənə də deyirlər ki, məsələn gələndə lavaş alsa amma qarasından olsun. Yəni lavaşında var axı o belə dietik lavaş. Başqa ondan bişirilmiş. Ondan qəşəng dürmək hazırlayırlar, yeyirlər. Deyirəm ki, kim aldadır söz. Yox, yəni hər insan normal yeyə bilər, sadəcə idmanla məşğul olsun. Yəni burdan daim aktiv olsun da, yəni daim hərəkət. Yəni nə qədər sən aktiv olsan, hərəkət eləsən, yəni o qədər sənə özü. Gündəlik məsələn kardio minimum nə qədər olmalıdır? Yəni 1 saat kifayət edir, yəni yerimək. Adam var idmana getmirəm amma deyir ki, məsələn gündəlik mən 1 saat yerirəm. Düzgün edir. Yəni o da olar. Yəni yenə də insanın özündən asılıdır. Yəni elə insan var ki, məsəl üçün mən özümdən haqqında deyə bilərəm ki, mənə 30-40 dəqiqə kifayət eləyir. Yəni mən gəzmək sevən insanam. Yəni hal-hazırda mən Bakıya gəlmişəm və mən çalışıram ümumi ancaq piyada gəzməyim və elə olur ki, gündə 17, 18, 20 kilometr gəzirəm. Yəni heç yorulmuram. Yəni elə insanlar da var ki, sizin fiziki hazırlığınız buna imkan verir. Daim aktivsiz, daim məşqlər edirsiniz. Adam var ki, məsələn, öyrəşməyib və birdən-birə durub 15 kilometr ona olmaz. Yəni biz də kimsə məsəl üçün məşqə gəlir, yəni əməliyyatdan sonra gəlirsə, yəni idman əməliyyatından sonra da, yəni zədə alandan sonra, yəni ya kimsə gəlir təzədən özünü yoxlamaq istəyirsə, yəni mütləq, yəni etap, step by step. İndi oradakı komandamızın verilişimizin də sonuna var. Az vaxt maraqlı gəldi ki, indi Xəyalə bəlkə də o nəzərdə tuturdu ki, siz Azərbaycanlı pəhrizini estonlara, orada komandanıza idman direktoru vəzifəsindən istifadə edərək yeri gəlmiş. Axşam mütləq xəngəl, sabah dolma falan bu faydalıdır. Yəni təbii ki, bunlar zarafatdır, amma komandada bu arada indi Qarabağ adlanır. Maraqlıdır ki, orada yəqin ki, simvolika falan, yəni nəsə bir tətbiq eləmisiniz. Bundan başqa heyətsiz də, məsələn, oyunçular, bizim həmyerlərimiz varmı orada yaşayanlardan, yoxsa sırf eston və fərqli millətlərdəndir? Əlbəttə, yəni biz çalışırıq ki, bizim də soydaşlarımız olsun. Hal-hazırda bizdə 2 nəfər hal-hazırda komandada, yəni biz qeyd eləmək istəyirəm ki, bu il Qarabağ komandasını təzədən Estoniya Yüksək Liqasına qayıtmışıq futsal üzrə və artıq 24 oktyabrda bizim ilk oyunumuz olacaq Tartu şəhərində. Çox sağ olun. Həmçinin Ukraynadan olan futbolçularımız var, Estoniyada olan futbolçularımız var. Yəni ondan qabaq da komandada Estoniya yığmasında oynayan futsalçılarımız da olub. Yəni bizim məqsədimiz Azərbaycanı yuxarı səviyyədə təmsil eləmək. Həm də məqsədimiz odur ki, Estoniya çempionu olub komanda ilə Çempionlar Liqasında iştirak eləməkdir. Futsalın özünün də Çempionlar Liqası var, orada da top komandalar var.
Bəli. Orada kim qan eləyir orada? İspanlar, İtalyanlar kim? Barcelona, İspanlar, Portugallar da elə, Sporting komandası var, Benfica komandası var, Barcelona komandası var. Yəni bunlar hamısı grantlardır, futsalın grantlarıdır. Orada futbolda olduğu kimi futsalda da güclüdürlər. Əlbəttə grantlar var. Bu arada bir son sualımı da verim. Siz Sonra mən son sualı verəcəm. Siz özünüz bəs hansı futbolçunu belə dəyərləndirirsiniz? Xəylə sizdən Ronaldo gözləyir cavab. Hal-hazırda əlbəttə, yəni kim nə deyir desin, mənim üçün birinci nömrə Ronaldodur. Yəni Messi də çox güclü bir futbolçudur, amma mənim öz belə deyək, uşaqlıq futbolçu kimi kumir deyə futbolçu kimi kumirim də, yəni futbolçu kimi kumir David Beckham. David Beckham. Əfsanə. Hal-hazırda Instagramda o da qan edir. Blogerlərin qənimi. Elədir. Bu arada siz də yəni Instagramı aktivləşdirsəz, bəlkə siz də məsələn bir obraz seçsəz özünüzə, ora təkcə futbolu paylaşmayın da. Məncə ilk videosu olmalıdır Azərbaycan Ronaldosu. Məncə lazım deyil ki, məsələn bənzər var o birisi də bir iki nəfər dünyada var. Belə Ronaldonun oxşarı kimi tanınıb, o gün də görüşüblər onlar, orada Ronaldonu ələ salıb falan. Yəni o lazım deyil. Məncə siz elə Azərbaycanlı Elnur kimi tanınsaz yaxşıdır. Bu arada deyim ki, mən niyə görə söhbətdən bir dənə də sual onu əslində verməyəcəydim. Deməli dediniz ki, məsələn Barcelona falan onlar topdular. Şübhəsiz ki, mən bu günlərdə İtaliya, İspaniya haqqında o qədər faktlar eşidirəm ki, orada yenə də deyirəm, adlı sanlı şəhərlər getməyə hamı arzu edir, sözsüz mən onları pisləmirəm, amma digər ki, təhlükəsizlik baxımından çox təhlükəli şəhərlərdə nə baxımdan oğurluq baş alıb gedir və kimin nəyisə oğurlandı, heç də tapılmır. Heç də bax, o qədər, yəni turistlərin sayı çox, polis xırda işləri artıq çatdırmır falan. Ona görə də yəni kimsə orada o sənədləri, pulları ancaq üstündə və özdə gözü də yəni Estoniyada elə bir şey yoxdur. Artıq bilirsə nəyə gətirirəm, hə? Artıq avtobus dayanacaqda sən telefonu unutmusansa, qrup var Facebookda, təcili orada yazılır ki, tapmışam, müraciət elə bilərsiniz. İndi orada ancaq Azərbaycanlılar otururlar o qrupda, yoxsa? Yox, ümumi mən Estoniyadakı olan Azərbaycan qrupdan danışmıram. Facebook o qədər yəni orada güclüdür. Yəni güclüdür, yəni dəstək olurlar. Deyir ki, bəs məsələn telefonu ya portmanını biz aparıb vermişik polisə, gəlib götürə bilərsiniz. Ya da məsələn telefon məndədir, desən ki, telefonun parolu nədir, parolu daha doğrusu şəkildə nə var? Yəni desə ki, bu mənim telefonumdur, yəni rahat. Yəni elə olur ki, sən samakatdır, velosipeddir, yəni unutmusan o qalır. Olub da belə bir şey olub, dəfələrlə olub. Yəni insan oğurluqla məşğul olan yoxdur orada. Yəni sakit, yəni belə bir şey. Amma belə şeylər də rast olub ki, kimsə maşını açıq saxlayıb, pəncərəni unudub bağlamağa, içəridə portmonesini götürüb. Elə də şey. Bu kimi hallar da olur. Bu nadir hallar. Amma təsəvvür edin ki, pəncərəni sən özün açıq qoymusan. Bir də var ki, adam da elə o gün elə həm yerlimiz Fərid İtaliyada mərkəzdə Koliseyin yanında, yəni hər yerdə kamera olmalıdır əslində. Sındırırlar şüşəni. Bax belə bu başqa şeydir də artıq. Yəni bu şüşəni qırmaq başqa şey. Şükür Allaha ki, məsələn Bakıda da biz belə şey demək olar ki, eşitmirik. Son vaxtlar eşitmirəm. Bəzən olub belə silsilə bir küçədə bir neçə maşını belə qırıblar. O adamlar da tutulub sonra. Amma yəni bilirsiniz ki, Estoniya bu baxımdan rahat gedilməli, gəzilməli şəhərdir. Bəli. Çox sağ olun Elnur bəy. Olduqca belə kəşf etdik Estoniyanın sizin köməkliyinizdən. İşinizdə də uğurlar, komandanıza da uğurlar. Planetimizdə yenidən görüşərik, eşidilərik. Və arzu edək ki, FC Qarabağ Tallinn həqiqətən də futsal üzrə Estoniya çempionu olub. Daha sonra isə Çempionlar Liqasında Barselonalar, nə bilim kimlər arasında orada da biz Qarabağı görək. Bu Qarabağı da görək, bizim Qarabağımızı da, yəni Qarabağ Ağdam şəhəri və Qarabağ Tallinn'da futsal öz növündə də görək. Sizə də uğurlar arzu edirik. Çox sağ olun. Təşəkkürlər sizə. Sağ-salamat qayıdıb. Çünki oyunumuz yaxınlaşır da. Siz burada gəlsiniz, xəngəl yeyirsiniz, orada komanda qalıb sizi gözləyir. Sabaha qədər dostlar. Sağ olun. Baku Elektro Show.